Salam dəyərli izləyicilərimiz. Bugün sizə Maxsazır qəsəbəsində düz məktəbi yanında belə bir gözəl 2 mərtəbədən ibarət həyət evi çəkib təqdim edirəm. Daxil oldu evimizin həyətinə. Bu da bizim evimizin həyəti. Bax, belə bir gözəl evdir. Həyətə girəndə sağ tərəfdə burada dekorativ ağaclar əkilib. Evimiz 2-1'dir. Yəni aşağıda iri zirzəmidir. Göstərim çıxar yuxarıya. Ben size göstərim. Yəni, buranın da yardımcı otaqlar kimi istifadə edə bilərsiniz. Hündürdür. Burada bir otaq. Bir dənəsi burada. Bir de ki burası. Evin arxasında balaca həyətdə qalıb ki, orada mangal sima var qoymağa. Bak, bura monolitdir. Çıxaq yuxarıya. Bu birinci mərtəbə ilə ikinci mərtəbə arası beton monolit, yuxarıdan da ki beton kəməri gedir. Belə bir gözəl evdir. Ətraf tam yaşayışdır. Hündür bir ərazidir. Marşruta yaxın, düz məktəbi yanında. Daxil oldu evimizin içine. Bura bizdə dəhlizdir. Evimizin gözəl bir qonaq otağıdır. Burada tvistler yığılıb. İri bir qonaq otağıdır. Tam təmir komisyonlar çəkilib. Hazır. Metlaq hissələri hamısı istif oldu. Burada iri bir mətbəxdir. Elə qonaq otağı boyda mətbəx. Bir də xəzarın metlaq hissələri hamısı istif oldan ibarətdir. Hamamla ayaq yolusu. Bura ikinci mərtəbəyə qalxıb pilləkən altında gördüyünüz kollektor sistemi yığılıb burada. Cəmaatda bir dənə modem olanda bunda 2 dənə də modemi. Qalxaq indi yuxarıya. Evimizin ikinci mərtəbəsidir. Burada iri bir otaq yenə. Buranı da qonaq otağı kimi istifadə edemiyorlar. Təmirinə də ki, daha demirəm, göz qabağındadır. 3 otaq yuxarıda, bir otaq aşağıda. Bu da ki, ikinci mərtəbə olan hamamla ayaq yolusu. Evimizin eyvanı. Tam təmirlə kupça əldə evi ipoteka şərti götürə bilərsiniz. Qiymət 115.000 manatdır.